Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Hər şənbə olduğu kimi Medistyle Hospitalın sponsorluğu ilə eksprofessiya verilişini təqdim edirik. Verilişimiz əvvəlində Medistyle Hospitalın ünvanlarını xatırlatmaq istəyirəm. Bakı şəhər Nərimanov rayonu, Akademik Həsənev küçəsi 116, telefonlar şəhər telefonlarından 979, mobil 051 979 0000 və xatırladım ki, Medistyle Hospital tibbin bütün istiqamətlərində Türkiyə, Almaniya və Rusiyada ixtisas alınmış professional həkim kadrosu ilə daima xidmətinizdədir. Bugünkü videomuz aşağı ətraf damar xəstəliklərindən olacaq və verilişimin qonağı Medistyle Hospitalın damar cərrahı, tibb elmləri namizədi Doktor Fərhad Ağayevdir. Doktor, xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. İlk sualımda belə olsun ki, doktor, damar xəstəliyi dedikdə nə başa düşürük? Yəni, tamaşaçılara aydın olması üçün hansı əlamətlərdir bunlar? Haqqda biraz məlumat verərdiniz. Damar xəstəlikləri dedikdə insanın orqanizmin 3 damar sisteminin patologiyası, 3 damar sisteminin xəstəlikləri başa düşülür. Bildiyiniz kimi, bunu hətta biz 8-ci sinifdə biologiyada keçirik ki, bizdə 3 damar sistemi var. Bir olur arteriyalar, hansı ki, ürəkdən qanı götürür və orqanlara paylayır. Bir olur ikinci damar sistemi, venalar, həmən qanı yığışdırıb aparır, qaytarır ürək tərəf. Bir də limfatik damarlar. Və damar xəstəlikləri, damar patologiyası deyəndə biz mütləq bu 3 damar sistemini nəzərdə tutmalıyıq. Bunlar hamısı aiddir. Və çox vaxtda, bunu da qeyd etmək lazımdır, çox vaxtda bu ayrı-ayrı xəstəliklər olur. Ümumiyyətlə, hər bu 3 sistemdə bir yerdə bir xəstəlik olmur. Ümumiyyətlə, əgər ateroskleroz olursa, bu sırf arteriyalarda olur. Ya da varikoz olursa, bu sırf venalarda olur. Hər bu damar sisteminə öz xəstəliyi mövcuddur. Aydın, məsələn, bu aşağı ətrafda, yəni ayaqlarda olan bu damar xəstəliyi dedikdə, yəni biz şikayətə görə müraciət olunur və ona görə təxminən müayinələr aparırsınız. Yəni hansı şikayətlərlə bu siqnal verir ki, burada bir problem var? Ümumiyyətlə, damar xəstəlikləri insanın vertikal yürüyüşlə, insanın yer kürəsinin atmosfer təsiri ilə və bəzi xəstəliklərin spesifik xarakteristiklərə görə çox vaxtı ayaqda olur həmən damar problemlər və əlbəttə ki, əgər biz ümumiyyətlə periferik damarlardan danışırıqsa, çox vaxtı həmən problemlər sırf ayaqda baş verir və əgər ümumiyyətlə bu həmən problemləri ayaqda damar probleminin nəticəsinə baxsaq, çox vaxtı bu ayağın itirməsinə gətirib çıxardır, tibbi amputasiyasına gətirib çıxardır və ümumiyyətlə dünya statistikasına biz baxsaq, 90% amputasiyaları sırf ayaqda damar problemlərinə görə olunur. Və əlbəttə ki, ona görə ayaqda hər hansı bir ağrı əzələlərdə, ayaqda hər hansı bir trofiki dəyişikliklər o mənada ki, trofiki xoralar, dərinin rənginin dəyişilməsi və s. Əgər bu ayaqda varsa, xəstə mütləq damar cərrahiyyə müraciət etməlidir. Şişkinlik də həm də olur. Həm də şişkinlik. Və mütləq damar cərrahiyyə. Bir də əgər xəstələrdə şəkərli diabet varsa və biz bilirik ki, şəkərli diabetin necə deyirlər, birinci nişanı bu xırda damarlardırsa, arteriyalardır və əgər xəstədə şəkərli diabet varsa və heç bir şikayəti də yoxdursa, ona baxmayaraq görə xəstə mütləq yarım ildən bir damar cərrahiyyəyə müraciət etməlidir və ümumiyyətlə damar cərrahının kontrol altında olmalıdır. Aydındır. Sizə müraciət olunan sonra bu ilkin hansı müayinələr aparılır ki, bu bir problemin arteriyada, venada olmağını və yaxud hansı səviyyədə olmağını bilmək üçün? Əgər biz cərrahlı arterial xəstəliklərdən danışırıq və periferik xəstəliklərdən danışırıqsa, burada əlbəttə ki, ümumi baxış böyük bir rol oynayır, amma instrumental diaqnostikalardan danışsaq, birinci etap bu ultrasəs dupleks müayinəsidir. Ultrasəs dupleks müayinəsində biz həm həmən damarların vizualizasiya da elə bilirik, həm həmən damarların içində qan axının sürətlərini, həmən xarakteristiklərini də görə bilirik və əgər bu venoz xəstəliklərdirsə, bununla bizim müayinəmiz bitir. Ondan sonra biz hər halda deyə bilərik ki, biz xəstəyə hansı bir taktika, hansı bir müalicə təyin edəcəyik. Amma əgər bu arterial xəstəliklərdən söhbət gedirsə, ultrasəs dupleks müayinəsindən sonra demək olar ki, qızıl standart, biz bunu qızıl standart deyirik, bu aşağı ətraf angiografiyasıdır. Anju deyilir, el arasında anju deyilir, bəli. Deyilən bir şeydir, bəli. Və bu müayinədə
demək olar ki, belə doğru deyim, iynə vasitəsilə biz həmin damarları kontrast yeridib və bütün aparatda biz damar strukturunu, damar şəklini görə bilirik, Xəritəsini, bəli. arteriyaları görə bilirik və ondan sonra, bu müayinədən sonra biz artıq deyə bilərik ki, bu xəstəyə dəqiq deyə bilərik ki, xəstəyə biz hansı müalicə, hansı taktika biz işlədəcəyik. Çox düzgün vuruladı, doktor. Yəni, bu müayinələr ciddi protokol şəklində aparılmalıdır. Çünki xəstədə bir şikayət varsa, ən azı bir arterial UZI dediyimiz Doppler aparılmalıdır ki, bu vəziyyət bilinsin və çox zaman bu bir ixtisas da mənim ixtisasıma uyğun olduğu üçün mən müdaxilə edim. Bəzən mənə də müraciətlər olanda görürsünüz ki, xəstələr nə Doppler aparılıb, nə angioqrafiya aparılıb, xəstəyə bir cərrahi əməliyyat təklifi olunur və xəstəyə bir amputasiya olunur ayağı, ayaq kəsilir. Amma bu müayinələrin, metodların məqsədi odur ki, maksimal şəkildə orqan qorunsun, maksimal şəkildə ayaq qorunsun və əməliyyatın belə deyək, planı, əməliyyatın hansı formada aparılmasını bilmək üçün ən azı Doppler və qızıl standart angioqrafiya olunmalıdır. Bunlar olunmasa, heç bir əvvəldən fikir söyləmək çox çətin olar. Və doktor, bu damarlardakı, bu arteriyalardakı bu ateroskleroz şəkərlə bağlı, yəni bunların səbəbi nədir? Yəni bunun profilaksiyası varmı, yoxsa bunu nə formada müalicə aparılır? Bunu əməliyyatla mı müalicə aparılır, yoxsa bu stentlə mi müalicə aparılır bu daralamalar olanda? Əgər ümumiyyətlə aterosklerozdan biz danışırıqsa, o mənadakı arteriyan xəstəliklərdən danışırıqsa, ateroskleroz zamanında damarın içində, belə deyək də, ateroskleroz bləşkalarda deyirik, tıxac yaranır, bəli, və hansı ki, həmən damarı bağlayır, oklüziyasını gətirib çıxardır və ayaqda işemiya yaranır. Və siz biraz vurğuladınız ki, birinci növbədə əlbəttə ki, biz angioqrafiya eləməliyik. Ümumiyyətlə, indi hələ müayinələr nə qədər biz çox informasiya yığsaq, o qədər biz düzgün bir xəstəyə taktika seçəcəyik və əgər əvvəlcə çoxsu xəstələr ümumiyyətlə müayinə olmaq istəmir ya da həkimin yanına gələndə tam öz diaqnozunu bilmək istəyir, tam bu xəstəlikdə azad olmaq istəyir ya da nəsə eləyin, yəni əməliyyat eləyin. Amma onu yenə də siz vurğuladınız ki, birinci növbədə müayinədən sonra, biz tam informasiya yığandan sonra biz deyə bilərik ki, biz xəstəyə həm faydalı müalicə hansıdır, onu təklif etmək olar. Bəli, və o müalicədən danışanda ümumiyyətlə indi çoxlu yeni üsullar yaranıb və həm yeni üsullar var, həm köhnə üsullar təkmilləşdirilib və yenə də köhnə üsullar yeni bir formada olunur və artıq dünyada köhnə üsullar işlənmir və çox vaxt ya bu yeni üsul olur, ya da köhnə üsulun təkmilləşdirilmiş forma olur. Və əgər bu arteriyadan biz danışsaq, ümumiyyətlə indi dünyada demək olar mini-invaziv cərrahiyyə bunu biz deyirik. Mini-invaziv cərrahiyyə termin altında onu başa düşülür ki, bütün demək olar əməliyyatı aparmaq, belə deyək də, və adamın orqanizmində minimal bir travma, minimal bir iz saxlamaq və əlbəttə ki, arteriyalarda bu həmən damarların balon angioplastika və stentlənmə başa düşülür. Açıq cərrahiyyə açıq cərrahiyyə qalır. İndi bu yeni formadadırsa, orada həm şuntlama olur, həm endarterektomiya olur, cürbəcür əməliyyatlar olunur. Və də bir şey, şəkərli diabetdən danışmışkən, yəni bu şəkərli diabetdə məncə sizə də elə müraciət olunur, çox gecikmiş formada müraciət olunur. Yəni bunlar vaxtında müraciət olmayanda hansı proseslər baş verir? Onlar barəsində məlumat verədi. Şəkərli diabet, mən belə dediyim kimi, birinci nişanı o xırda damarlardır. Bir dənə də onun əsas nişanı var, bu sinirlərdir. Və ona görə də xəstədə neyropatiya yaranır və şəkərli diabet olan xəstələr çox vaxtı ağrını hiss eləmir. Ona görə ki, diabet həm arteriyaları, həm sinirləri zədələyir və ümumiyyətlə hələ xəstələr var, şəkərli diabet olan xəstələr var ki, gecə uzanıb yatır, ayağını qoyur batareyaya ya da radiatora, səhər-səhər hiss olunmadan bu ayağı onu yanır. Sümüyəcən adam hiss eləmir. Ona görə də şəkərli olan xəstələr çox gec artıq müraciət edirlər. Artıq trofiki xoralar var, artıq dəyişikliklər var. Ona görə də mən birinci qeyd elədim ki, əgər xəstədə şəkərli diabet varsa, o həmişə şikayətlər də olmasa da, o
damar cərrahının cərrahı kontrol müraciət altında olmalıdır. Ona görə ki, orada ola bilsin ki, heç bir şikayət olmasın, amma ayaqda artıq damarda ciddi bir problem olsun. Amma artıq onlar görürlər ki, ayaqda onun xora olur, trofiki dəyişikliyi olur, o vaxtda gəlirlər. Əlbəttə ki, biz də onu vaxtında müraciət etsə və ayağın itirilməsinin qabağını alına bilər. Mən hər verilişdə qeyd edilən bu bəzi yanlış fikirlər barəsində həmişə məlumat vermək istəyirəm. Bu verilişdə də mən bu barədə bir məlumat vermək istəyirəm ki, damar problemləri həqiqətən çox yanlış problemlərdir və çox zaman bizə müraciət olunur, deyir, 5 dənə sistem qoyduq, 10 dənə dərman içdik. Bu elə deyil. Yəni problem varsa, bu angiografiya olunmalıdır və əgər bu tıxama varsa, bu sistemlə, dərmanla açası bir şey deyil. Bu yüksək, hətta biz bu invaziv girən zaman 10, 15, 20 atmosfer təzyiqlə bu daralmanı açırıqsa, bunun hansı bir tabletka dərman bu daralmanı aça bilməz. Yəni bunlar yanlış fikirlərdir və bu sistemlərlə, bu dərmanlara xəstəyə bir fayda vermirsiniz və şikayətlər get-gedə artır, problem daha da kəskinləşir. Ona görə vaxtında müraciət etmək lazımdır ixtisaslara, damar cərrahlarına, bir Doppler olunmalısınız ən azı və əgər bir şikayət və bir problem varsa, angiografiyadan qaçmaq lazım deyil. Bu qızıl standartdır, bu tam damar xəritəsini verir və bundan sonra sizin üçün faydalı olan bir əməliyyat, faydalı olan bir müalicə seçilir. Ümumiyyətlə, əgər şeydən danışdınız, sistemdən danışdınız, damar xəstəlikləri bu sırf cərrahlı xəstəliklərdir. Onların adı da cərrahlı xəstəliklər. Ona görə olur ki, bu sırf cərrahi yolu ilə müalicə olunur və əgər ümumiyyətlə biz cərrahı danışanda bəzi xəstələr qorxu yaranır indi. Bəzi xəstələr fikirləşir ki, cərrahı deyəndə mütləq bu ayaqda çoxlu kəsiklər, mütləq ümumi narkoz, mütləq bir 10 gün xəstəxanada qalmaq və ona görə cərrahiyyə deyəndə dişlərin sökülməsi, sarğı qorxu yaranır, amma indi cərrahiyyə çox az travmatik bir cərrahiyyədir. Həm indi sizdə də bu invazivdə bəzi vaxtda bir cərrahiyyə prosedur deyirik, bu balon angioplastika. O rengen cərrahiyyədir, yəni invaziv bunlar prosedur kimi də adlanır. Bəli. Aydın doktor. Venalardan nə deyə bilərik? Hansı venoz xəstəliklərdə bu şikayətlər nə olur bu venoz damarlardakı problemlərdə? Venozda ən çoxu bu əlbəttə ki, üst venalar var, dərin venoz sistemi var. Ən çoxu bu üst venoz sisteminin problemləridir və onlardan ən geniş yayılmış bu varikozdur. Varikoz xəstəliyinin əlbəttə ki, səbəbi indiyəcən bilinmir, amma çoxlu risk faktorlar var. Bu ayaq üstə çox durmadır, cinsi mənsubiyyətdir, qadınlarda daha da çox olur kişilərdən baxanda. Ondan başqa issi meyillikdir. Əgər iki valideyndə bu xəstəlik varsa, onda uşaqlarda 60%-ə qədər risk var varikozun və əlbəttə ki, indiki zamanda insan çox az hərəkət eləyir və əlbəttə ki, onun həyatı passivdir, evdən maşına, maşından işə və ona görə də varikoz indi çox yayılıb və varikozun ən, belə deyək də, əsas şikayəti görüntülərdir, birinci gələn şikayətləri ayaqda olan genişlənmiş damarlardır. İkinci isə şişkinlikdir. Amma yenə də onu da demək lazımdır ki, bəzi xəstələr var, çəkisi böyük olan xəstələr var ki, həmən damarlar demək olar ki, pi qatının altında gizlənir və çöldə belə baxanda ki, damar genişlənməsi görünmür və bizdə hələ xəstələr var ki, gəlib artıq trofiki xoralar var və bayırdan baxanda heç bir vizual görünmür, amma daxildə proses gedir. Əlbəttə ki, böyük onlarda ağrı şikayət olurmu, şişkinlik olurmu? Şişkinlik olur və onlar çox vaxtı o şişkinlik o qədər davam edir ki, onlar heç görmürlər ki, o ayağında şişkinlik var və bir ayağı o birisinin ayağından santimetrini ölçəndə onlar görürlər ki, doğrudan da bir ayaq o birisindən daha da şişdi. Şişkinlik də o qədər fikir vermir. Bunlar da yəqin ki, venoz doppleri olur, qapaqların yetmənizlə baxırsınız. Və hansı müalicə metodları var? Ən yeni, sondur sizin tətbiq etdiyiniz? Ən son yeni üsullar əlbəttə ki, bu revolyusiyon üsullardır. Ona görə ki, həmən üsullar ümumi narkozsuz, həmən gün xəstə çıxıb gedir və bu termoabilyasiyon metodikalardır, belə deyək. Onların ən yenisi isə radiofrekans abilyasiya adlanır. Həmən vaxtda biz heç bir kəsiksiz, bir balaca dəlikdən, uzi kontrol altında həmən damarın genişlənmiş, damarın artıq işləməyən damarın içində belə deyək, kateter yeridirik və kateterin ucunda orada isitmə elementi var və isitmə elementinə qızdırılandan sonra həmən damarlar divarları içində yandırılır və damarlar qapanır. Bütün 4 mm-dən böyük olan damarlar həmən proseduradan götürülür və xəstə həmən günü evə yazılır və artıq bəzi xəstələr var ki,
işdən çıxırlar. Əgər bunlar tez əlbəttə ki, müraciət ediblərsə, işdən çıxırlar tamam ki, saat 12-də abed vaxtı, 12-də prosedura olunur, saat 2-də biz bura buraxırıq işə. Və təzədən işə gedirlər və heç bir... Yəni, bu metodun klassik cərrahi metoddan fərqi və bütün bu yetmə vəziyyəti olan damarlarda bu metod aparma oluyor, yoxsa bunun da bir öz göstərişi var? Onların da öz göstərişi var və yenə də birinci müayinədə biz görürük ki, hansı xəstələri biz açıq cərrahi, hansı biz radiofrekans eləyirik. Amma effektliyinə görə, əgər biz statistikaya baxsaq, effektliyi eynidir. Həm orada açıq cərrahiyyədə damar deyil ki, götürülür, həm də radiofrekansda damar yandırılır. Amma cərrahiyyədə bu kəsiklər, bu orqanizma travma, əlbəttə ki, belə bir şeylər radiofrekansda yoxdur və buna görə də bu metodika açıq cərrahiyyədən üstündür. Yəni, bunun yəqin ki, bu fəsadlar da dəfələrlə azalır. Əlbəttə ki, infeksiyanın yaranması tutalım ki, hər bir kəsik demək olar ki, infeksiya riski var, belə deyək. Burada heç bir kəsik yox, açıq cərrahiyyədə xırda sinirlər zədələnə bilər, sonra ayaqda bir də görürsən ki, 1 il, 2 il ərzində keyləşmə baş verir, çapıqlar olur. Və ümumiyyətlə, əgər xəstə, nəinki çox xəstələr estetik problemlərlə gəlir ki, bu damarlar görünür. Amma bu açıq cərrahi ilə görünəndən sonra damarlar gedir, amma çapıqlar qalır. Artıq bu xəstədə estetik çapıqlar qalır. Və əlbəttə ki, tam estetik şəkildə biz bu damarları da götürmək istəsək, radiofrekans üsulu əlbəttə ki, bunu mən bir şey nəzərimə diqqətimi cəlb edib ki, bu çox zaman gəlirlər ki, ayağımda tromb var. El arasında, yəni hər öyrəkdə görünən şey tromb deyirlər xəstələrimiz. Onlar trombdur, onlar genişlənmiş damarlardır və ixtisası olmayan həkimlərə müraciət etdikdə sırf onları skleroterapi olunur və bunu yaradan səbəb aradan qaldırılmır. Və elə bir müalicə tərs istiqamətdən gəlirlər. Və nə olur nəticədə? Yenilərə əmələ gəlir. Ona görə, əgər belə problem varsa, ilk bunun yaranma səbəbini sizin doktorlar aradan götürdükdən sonra siz yəqin ki, bu estetik görünümlü xırda kapilərlər də skleroterapi edirsiniz də. Bunlar da rahatlıqla götürülür. Amma çox zaman xəstələr birinci skleroterapiyadan başlayır. Onu edir, yenisi əmələ gəlir. Onu edir, yenisi. Bu haqda nə deyə bilərdiniz? Ümumiyyətlə, mən əminəm ki, tromb bu sırf yatragen bir termin xəstələrdə yaranıb. Bu tromb bu həkimlərdən gələn bir termin. Ona görə ki, xəstə tromb nədir bilmir, amma bilir ki, bu tromb var. Amma hər şey tromb deyirlər. Bəli, əgər xəstə 90% demək olar ki, xəstələr gələndə deyirlər ki, ayaqda trombdursa, o bilmək olar ki, 100% bunda tromb yoxdur. Əlbəttə ki, bu genişlənmiş damarları bəzi demək olar ki, bizim kollegalarımız buna tromb deyə biraz xəstədə qorxu yaranır və xəstələrə biraz müalicəyə impuls yaradır. Bu qorxulu bir şeydir, amma çoxunda tromb yoxdur. Söhbət ondan gedir. Tromb olanda o mənimdir ki, həmən genişlənmiş damarda artıq qan axını olmadıqda qanda laxta yaranır və o laxta artıq tromboz belə deyilir və tromb vaxtında o görünən damarlarda tromb vaxtında iltihab olur, ağrı olur. Həm də ki, ayaq başlayır şişməyə və nisbətən simptomları var. Əlbəttə ki, varikoz xəstəliyi tromba gətirib çıxarda bilər. Həm üst damarlarda, həm dərin damarlarda və bu bəzi vaxtda fatal bir belə deyək də xəstəliyə gətirib çıxardır. Bəli, tromboemboliya ilə o işlərdir. Təşəkkür edirəm. Verilişimiz sonuna az qalıb və son bu damar problemi haqqında nə tövsiyə edərdiniz xəstələrimizə, nə məsləhət verərdiniz? Tövsiyə deyəndə indi dünyada və ümumiyyətlə Avropa ölkələrində, Amerikada çox belə indi bu belə deyək də ingilis termində check-up xəstələr olunur. O mənada ki, xəstə həmişə özünə baxmalıdır və həmişə özünə şikayətlər də olmasa vaxtından müayinədən keçməlidir. Və timbolə əgər xəstədə şəkərli diabet varsa, əgər xəstədə hansısa bir ağrı varsa, ola mütləq gərək müayinədən keçsin. Əgər bunlar tez gəlsə, nə qədər tez gəlsə, o qədər biz o problemləri tez aradan götürə bilirik. Amma artıq aydındır, doktor. Təşəkkür edirəm maraqlı söhbətinizə. Bir daha xatırlatmaq istəyirəm ki, bugünkü verilişimin qonağı Medistal Hospitalın damar cərrahı tibb elmləri namizədi doktor Fərhad Ağayev idi. Biz bugün aşağı ətraf damarlardakı problemlərdən danışdıq. Əgər sizdə bu kimi ağrı, üşümə, soyuqluq,
belə keylik, şişkinlik, bu tip şikayətləriniz varsa damar cərrahlarına müraciət edin, ixtisas bu professional damar cərrahlarına müraciət edin və probleminizi erkən periodda aşkarlayın ki, daha sonra çünki ayaqlarda olan problemlər ciddiləşəndə bu həm yerimənizdə, həm ayağın itirilməsində ciddi fəsadlar gətirib çıxara bilər. Ona görə həmişə vaxtında müraciət edin və probleminizi erkən mərhələdə tam müalicəsinə nail olun. Bu verilişimiz bu həftəlik sona yetir. Gələn şənbə görüşənədək sağlamlığınızın qeydinə qalın, sağ olun.